Elə insanlar var ki, onların həyatı fəaliyyəti elinə, xalqına, vətəninə xidmət həsr olunur. Müdriklər demişkən, xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur. Başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, saadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması genofondudur desək sevə etməliyik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında gözəl insan Yusif Həkimdir. Yusif Həkim Şəki rayonunda baytarlıq fəaliyyəti ilə məşğuldur. Baytarlıq dünyanın bəlkə də ən maraqlı peşələrindən biridir. Heyvanlarla ünsiyyət, onların dərdinə əlac olmaq işinin peşəkarı olan hər bir baytar üçün xoşbəxtlik hesabı oluna bilər. Yusif Həkim öz peşəkarlığı, insanlara qayğıkeşliyi ilə seçilən insandır. Kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır. Saysız hesabsız maddi vəziyyəti yaxşı olmayan ailəyə maddi və mənəvi dəstək olmuşdur. Yusif Həkim Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmənna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub olmamasından asılı olmayaraq, Prezident İlham Əliyevə, dövlətə dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır. Heç bir qüvvə onu heç vaxt əqidəsindən döndərə bilməz. Biz də bu çətin və şərəfli işini böyük ləyaqət və vicdan hissi ilə icra etdiyi üçün Yusif Həkimə təşəkkür edir. Ona gələcək işlərində uğur və müvəffəqiyyətlər, həmçinin yeni nailiyyətlər arzu edirik.